Fatma xanım, sosial şəbəkələrdə bugün qlobal trendlər yayılır da və təbii ki, uşaqlar da bu trendlərə qoşulur. Yəni biz ümumiyyətlə rəqəmsal mühitdə bax bu milli mənəvi dəyərlərin qorunması, yəni necə təmin olunur bunlar bugün? Təşəkkür edirəm sualınız üçün. İlk öncə hər kəsi salamlayıram və mən də təbriklərə qoşulub xanımlarımızın, sizlərin 8 mart Beynəlxalq Qadınlar Gününü təbrik edirəm. Çox xoşdur, Sosial şəbəkələrdə olan qlobal trendlər vurğuladığınız kimi uşaqların birbaşa davranışına ciddi təsir göstərir. Yəni uşaqlar internetdə olduqda müxtəlif ölkələrdən olan kontentlərlə tanış olurlar və bu kontentlər bəzən bizim milli dəyərlərimizə və etik davranış normalarımıza uyğun olmaya bilər. Əlbəttə ki, bu halda biz rəqəmsal savadlılığı, eləcə də rəqəmsal sağlam mühiti yaratmaq üçün müəyyən fəaliyyətlər həyata keçirməliyik və bunları icra etməliyik. Və buna uyğun olaraq bildirmək istəyərəm ki, informasiyalaşdırma və informasiya haqqında Azərbaycan Respublikasının qanununa əsasən yayılması qadağan olunan informasiya barəsində elektron təhlükəsizlik xidməti qanunvericiliyə uyğun şəkildə tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlər çərçivəsində bəzi riskli məzmunlar var ki, hansı ki, o riskli məzmunlara biz giriş əldə etdikdə o riskli məzmunlar neyinir? Məhdudlaşdırılır. Və bu məhdudlaşdırılma çərçivəsində həm monitorinq prosesi həyata keçirilir, həm də ki, maarifləndirmə tədbirləri ilə birlikdə bu savadlılıq artırılır və uşaqların mühafizəsi üçün müəyyən fəaliyyətlər həyata keçirilir. Elə Günel xanımın da vurğuladığı kimi, biz bu maarifləndirmə tədbirləri həyata keçirdikdə biz uşağın başının üstündə və ya valideynin başının üstlərində durmamalıyıq. Biz bu savadlılığı artırmalıyıq və önəmli olan bu valideyn nəzarət funksiyalarının valideynlər tərəfindən mütəmadi olaraq monitorinq edilməsidir. Biz necə deyirik ki, biz özümüz bu monitorinqi aparırıq, bəli. Amma nə qədər biz buna məsuliyyətlə yanaşsaq, bir o qədər də bu proses uyğun şəkildə, müvəffəqiyyətli şəkildə həyata keçirilər. Çünki bilirsiniz, biz yeni bir əşya aldıqda onun necə qayğısına qalırıq. Bu, yəni bizim üçün mühümdür. Bu, eyni ilə kibergigiyena qaydaları da buna aiddir. Yəni biz öz şəxsi kibergigiyenamızın qaydasına, yəni qayğısına nə qədər qalsaq, eləcə də öz rəqəmsal izimizin, rəqəmsal mühitimizin qayğısına da bir o qədər qalacağıq. Deməli, baxın, Günel xanım, əslində hər ikinizlə ünvanlayıram. Sual da deyil, sadəcə biz də cəmiyyətdə həm iş görürük, həm də valideynikdə. Bilirsiniz, biraz əvvəl Günel xanım çox gözəl bir cümlə işlətdi. Dedi ki, bugün uşaqlarımızın əksəriyyəti valideyndən çox bu telefonu gözəl idarə etməyi bacarırlar. Hətta valideynlər belə yaxınlaşıb öz övladlarına sual verir də, hansısa məsələdə onlar yol göstərir. Baxın, burada məqsəd nədir? Biz uşaqlarımızı gələcəyə hazırlayırıq və bu gələcəyin içərisində təhsil olduğu kimi milli mənəvi dəyərlər də çox vacibdir. Düz demirəmmi? Biz axı istəmirik ki, bizim cəmiyyətimizdə 700 balla ali təhsil ocağını qazanan, lap elə istəyir Azərbaycanda, istəyir yəni başqa göstəricilərlə Azərbaycandan kənarda təhsil ocaqlarında da ən belə, nə bilim, zebest deyək ki, dünyanın bir nömrəli təhsil ocaqlarında. Amma bir insanın mənəviyyat problemi də olanda onun təhsilli olub-olmamasının nə önəmi var? Düz demirəm mi? Tamamilə razıyam sizlə. Biz yalnız akademik bilikdən danışmırıq. Çünki bizim istədiyimiz həm də təbii ki, bizim strategiyamız düzgün, doğru vətəndaş yetişdirməkdir. Biz bu vətəndaşı yetişdirəndə əlbəttə ki, istəyirik akademik bilgiləri, göstəriciləri yüksək olsun, onlar elmə töhfə versinlər və təhsilin məzmununu anlasınlar, amma eyni zamanda biz burada emosional zəkadan da danışırıq. Nə qədər bizim vətəndaşımız gələn o təhlükələri qarşılamağa hazırdır və necə müəyyənləşdirir bizim uşağımız ki, bu təhlükəli məlumatdır, yoxsa təhlükəsiz məlumatdır. Mən bir balaca misallar əsasında danışım ki, hamı üçün aydın olsun. Çox yaxşı qeyd elədiniz ki, biz həm də bir valideyn kimi bu məsələyə maraq göstəririk, həll olunmasını istəyirik. Uşaqlar və valideynlərimiz hər birimiz anlamalıyıq ki, heç
bir onlayn platformada ən məsum görsənən oyun belə o dərəcədə məsum deyil. Çünki bizim yaş qrupu üzrə oyunları belə araşdıranda baxırıq ki, müəyyən oyunlar var, çox geniş yayılmış, adlarını mən çəkmək istəmirəm. Hansısa bir, deyək ki, orada level deyirlər, səviyyələrə getdikcə orada bir chat bölməsi açıla bilər və uşağın kimlə danışdığını biz bilmirik. Uşaq da bilmir ki, qarşısında danışdığı insan həmin o insandır, yoxsa dediyi cildə girmiş başqa bir insandır. Yəni, biz ola bilsin ki, deyirik ki, hə, uşağımız boş vaxtını, asudə vaxtını keçirmək üçün dərslərini oxuyub, artıq yorulub, indi biraz da oyun oynasın, amma biz bilmirik ki, orada danışan insan kimdən ibarətdir və yaxud uşaqların rəqəmsal savadlığının artırılması niyə vacibdir? Qeyd etdiyiniz emosional zəka ilə yanaşı. Çünki çox təəssüf olsun ki, son zamanlar mətbuatda da biz eşidirik ki, şəxsi məlumatlarının paylaşması nəticəsində belə bir məsələlər yaranır ki, artıq onun geri dönüşü və yaxud hüquqi tənzimlənməsi, həll edilməsi çətin formaya gəlir. Və nəzərə alsaq ki, burada çox yaxşı, Fatimə xanım da çox yaxşı bir məqamdadır. Bizim anladığımız bu virtual məkan milli qanunvericiliklə tənzimləməklə yanaşı, həm də bu beynəlxalq normalarla çox ciddi şəkildə tənzimlənməlidir. Xatırlayırıqsa, Şuşa forumunda cənab prezidentimiz bu barədə qeyd etmişdi ki, rəqəmsal təhlükəsizlik məsələsi artıq qlobal bir məsələdir və biz burada ciddi digər ölkələrlə də birlikdə bunu tənzimləyəcək mexanizmlər formalaşdırmalıyıq. Niyə? Bəli, bizə oradan yad məlumatlar gələ bilər, strateji əhəmiyyətli məlumatların ötürülməsi ola bilər ki, heç bəlkə uşaq bunun fərqində deyil və yaxud istifadəçi bunun fərqində deyil. Və yaxud bizə yad olan kontentlər, məzmunlar bizə ötürülə bilər. Bunların doğru tənzimlənməsi üçün sözsüz ki, ən birinci bizim nəzərə aldığımız bütün bu hüquqi baza ilə, qanunvericilik bazası ilə yanaşı maarifləndirmək və maarifləndirməkdir. Bu baxımdan da, məsələn, biz indi bu mövzuda bir veriliş edirik. İzləyənlər də artıq düşünürlər hardasa ki, biz bu məlumatları necə əldə edək. Mən yenə istinad etmək istəyirəm bizim valideynlərlə mütəmadi olaraq. Çünki biz Elm və Təhsil Nazirliyi təbii ki, valideynlərlə mütəmadi görüşürük. Bizim əsas o üç bucağımızın bir hissəsi valideynlərdir. Mütəmadi görüşlərdə qaldırılan məsələlərdən biri uşağın çox vaxtının deyək ki, bu platformalardan keçirilməsidir. Biz yalnız oyunlar haqqında danışmırıq, eyni zamanda orada sosial şəbəkələr var, müxtəlif onlayn platformalar var, chatlər var, danışırlar və bunların hamısı onu göstərir ki, o bilikli ola bilər uşaq, savadlı ola bilər, anlaya bilər ki, bəli, burada təhlükə var, amma emosional nə dərəcədə bu məsələyə dayanıqlıdır, nə qədər o bu prosesdə güvən məsələsi, necə biz o uşağı öyrədə bilərik ki, onlayn platformada güvənmək olar, yoxsa güvənmək olmaz. Və bu məsələlər məsələnin bəlkə də daha böyük bir hissəsidir ki, biz bunu aşılamalıyıq, danışmalıyıq, həm məktəblərdə, həm tədrisin bir hissəsi kimi. Çünki artıq biz bu reallığı qəbul etməliyik də ki, virtual məkan genişlənir və biz bunun yəni proqramlar çoxdur və biz o proqramların altında hansı məqsədlər durur, arxasında hansı məqsədlər durur və bu məqsədlər bizim uşaqlarımızı dolayısı yolla və ya elə birbaşa yolla hara apara bilər. Sabah bir uşağa görə bir ailə də yəni problem yaşaya bilər. O ailəyə görə cəmiyyət də problem yaşaya bilər, dövlət də problem yaşaya bilər. Və burada çox böyük bir məsuliyyətdən söhbət gedir. Əslində nəzarət deyəndə bilirsiniz necədir? Ümumiyyətlə bəzi valideynlərlə rastlaşıram. Hətta kartlarını belə uşaqlara verirlər ki, qeydiyyatdan keçirin. Məsələn, telefonun qeydiyyatından keçirirlər artıq kartı və balansda pul var. Uşaq heç valideyndən soruşmadan elə, məsəl üçün baxırsan ki, xırda məbləğlərdir. Amma inanın, xırda və yaxud da böyük, sabahlarım siz övladınızı itirə bilərsiniz. Söhbət burada cism olaraq itirməkdən getmir də. Siz şuur olaraq, psixoloji olaraq övladınızı itirə bilərsiniz. Var da, bu faktlar var. Bunu qeyd edim, çox yaxşı bir məqama gəldiniz. Çünki orada o bəzi oyunlarda və onlayn platformalarda tapşırıqlar verirlər uşaqlara.
Bəli, tapşırıqlar verirlər və o tapşırıqları həyata keçirdikdən sonra növbəti səviyyəyə keçmək. Biz o tapşırıqların məsum olmadığını görürük. Yəni nəticə olaraq artıq uşaqlara necə təsir etdiyini biz gördükdə biz başa düşürük ki, bu kiber təhlükəsizlik məsələsi bizim üçün çox strateji bir məsələdir. Fatmə xanım, elə Günel xanımın söhbətini davam etdirək sizinlə də. Bu gün misal üçün süni intellektin imkanları olduqca böyükdür, olduqca genişdir. Amma kimlər üçün? Anlayanlar üçün, bilənlər üçün, araşdıranlar üçün, süni intellektdən düzgün istifadə edənlər üçün. Amma təbii ki, əfsuslar olsun ki, süni intellekti yenə də yanlış tərəfdən istifadə edənlər var, yönəldənlər var. Misal üçün, elə biraz əvvəl danışırdıq. Uşaqların şəkillərinin manipulyasiya olunması, nə bilim, deepfake texnologiyası, bax bununla bağlı hansı tədbirlər görünür? Gəlin bunu da biraz izah verək. İlk öncə qəbul eləməliyik ki, rəqəmsal mühitdə müsbət olduğu kimi mənfi hallar da var. Sadəcə bu mənfi halların tənzimlənməsi və yönləndirilməsi bu bir qədər bizlərin məsuliyyətinə aiddir. Təbii ki, maarifləndirməyimiz də buna aiddir. Yəni süni texnologiya vasitələri görürsünüz ki, inkişaf etməkdədir və inkişaf etdikcə deepfake kimi belə deyək də saxta texnologiyalar da yaranır və bunun yaranması ilə insanların, xüsusilə də uşaqların şəkilləri, videoları manipulyasiya edilərək saxta məzmunlar yaradılır. Bu saxta məzmunlarda da nə baş verir? Kiberbullying, reputasiyanın zədələnməsi və geri dönüşü olmayan... Bu yaxınlarda Bakı Dövlət Universitetində səhv etmirəmsə bir problem yaşanmışdı bununla bağlı. Bəli, yəni bu geri dönüşü olmayan psixoloji zərbələrə gətirib çıxardır. Təbii ki, bu halda əlbəttə ki, biz elektron təhlükəsizlik xidməti olaraq yayılması qadağan olunan informatsiyada, yəni qanunvericiliyə uyğun şəkildə biz gələn bu resursların məhdudlaşdırılması ilə təbii ki, bu deepfake və kiberbullying məsələlərinin azaldılması və müəyyən qədər müsbətə doğru çevrilməsinə, yəni nə mənada ki, maarifləndirmə və azaldılmasında müəyyən fəaliyyətlər həyata keçiririk. Eyni zamanda mən qeyd etmək istərdim ki, Elm və Təhsil Nazirliyi ilə birlikdə Məktəblinin Dostu layihəsində biz 78 məktəbdə 428 maarifləndirmə tədbiri həyata keçirmişik. Bu maarifləndirmə tədbiri çərçivəsində biz 42 mindən çox uşağı maarifləndirmişik. Kibergigiyena barəsində, kiber risklər barəsində. Eləcə də bura kiberbullying halları da daxildir. Biz uşaqlarla söhbət çərçivəsində əlbəttə ki, bu təkcə yalnız təlimdən ibarət deyildi. Biz burada uşaqları dinləyirik də, elə Günel xanımın vurğuladığı kimi də nə qədər bu oyunlardan uşaqların psixoloji zərbələr gördüyünü və bəzən bunu uşaqlar danışa bilmirlər və hara müraciət edəcəklərini də bilmirlər. Çünki bilirsiniz, uşaqlarda belə bir məsələlər də var ki, deyirlər ki, birdən danışsam, sinif yoldaşım mənə lağ eləyər. Deyər ki, məsələn, valideyninə dedi və ya hətta məktəbin psixoloquna deməyə belə uşaq çəkinir. Bu halda artıq biz getdikdə, istər Elm və Təhsil Nazirliyi tərəfindən olsun, istər elektron təhlükəsizlik xidməti, biz birgə, kompleks şəkildə bu tədbirləri həyata keçirdikdə uşağın şuuru açılır, maariflənir və hiss eləyir ki, mənim dayağım var. Uşağın nəyə ehtiyacı var? Öyrənməyə, düzgün izaha, düzgün istiqamətə. Bu günlərin biz uşaqlarımıza agresiya ilə göstərdiyimiz bütün davranışların cavabını çox pis şəkildə alırıq. Düzdür. İstər söz olaraq, istər hərəkət olaraq və zamanla da bunun fəsadlarını görürük. Bugünün uşaqları, yəni bizim uşaqlıq dövrümüz tam fərqli idi. Valideynlərimizin bir baxışı bizə kifayət edirdi. Hələ biz bu yaşa çatırıq, özümüz müəyyən nəticələr, uğurlar əldə edirik, öz ailəmiz də olur, öz övladlarımız da olur. Amma Allah həyatda olan bütün analara can sağlığı versin. Valideynlərimiz həyatdadırsa, yenə də bu yaşda bir addım atanda yenə də bir onların üz ifadəsindən nəyisə bilmək istəyirik. Amma bugünün uşağı fərqlidir. Bugünün uşağı ilə, göz qaşla, nə bilim, cəzalarla, ay sənə bu olmaz, o olmaz. Bugünün uşağı o uşaq deyil. Yəni bunu da etiraf etməliyik. Ona görə uşaqlarla dil tapmağın yolu yalnız və yalnız rəqəmsal savadlılığın da artırılmasıdır. Və bütün sərəncam da bunu göstərir ki, yəni biz buna görə çalışırıq. Günel xanım, biz əslində çox yaxşı danışırıq, dərk edərək, izah edirik və s. Amma gəlin bu sahədə müəllimlərin də hazırlığı hansı mərhələləri, onu da bir müzakirə edək. Çox yaxşı bir məqamdır.
bir balaca hər şey çıxaraq deyim ki, bugünün uşaqları texnologiyasıdır. Uşaqlardır da ona görə onlarla bizim müqayisə edilməyimiz də tamamilə fərqli bir mühitdə biz yaşayırıq. Platformalar tamamilə fərqlidir. Bəli, valideynlərlə yanaşı, uşaqlarla yanaşı təbii ki, müəllimlərin rəqəmsal savadlığının artırılması çox vacib bir məsələdir və bununla bağlı Elm və Təhsil Nazirliyinin atdığı bir çox addımlar var. Biz rəqəmsal məktəb platforması hazırlamışıq. Eyni zamanda bu rəqəmsal məktəb platforması valideynə də rahat bir şərait yaradır ki, o uşağın davamiyyəti ilə yanaşı, uşağın uğurlarını, uşağın inkişafının, bilik səviyyəsinin, davranış səviyyəsinin izlənilməsini də həyata keçirilə bilir və müəllim də rəqəmsal məktəbdən istifadə edərək o uşağın qiymətləndirilməsi, uşaqla bağlı bütün məsələləri elektron bir platformada formalaşdırmışıq və həmin o rəqəmsal məktəb platforması çərçivəsində doğru rəqəmsal savadlığın artırılması ilə bağlı hətta bir neçə maarifləndirici video çarxlar da yerləşib ki, çox sadə dildə, çox asan dildə, deyək, texnologiyanı çox dərindən bilməyən insanlar belə o rəqəmsal savadlığı artıra bilərlər. Müəllimlərlə bağlı təbii ki, onlara sahə üzrə təlimlər keçirilir. Eyni zamanda onların inkişafına yönəlik, məzmun əsaslı, onların bilik bacarıqlarını artıran tədbirlər həyata keçirilir və bu baxımdan Təhsil İnstitutu həyata keçirdiyi böyük layihələr, fəaliyyətlər var və buradan bir məsələni də demək istəyirəm ki, bayaq məktəblinin dostu kimi deyilən və Uşaq Müdafiəsi İdarəsində bizim idarəmizin daxilində həyata keçirilir bu məsələ və uşaqların məsələ yalnız kimə gedim bu problemi deyim məsələsi deyil. Ümumiyyətlə, uşaqlar bu məsələ haqqında danışmaq istəyirlərmi, kommunikasiya qurmaq istəyirlərmi, doğru ünsiyyət yaratmaq istəyirlərmi? Bizdə elə məhz söhbət rəqəmsal savadlılıqda sizin də qeyd etdiyiniz kimi bilik bacarıq savadlığı deyil, həm də emosional mühitin formalaşmasıdır ki, müəllim, psixoloq, uşaqlarla işləyən insanlar o mühiti formalaşdırsın ki, uşaq gəlib ona rastlaşdığı problemlə bağlı, rəqəmsal mühitdə rastlaşdığı problemlə bağlı desin. Çünki kiberbullying haqqında biz bəlkə də danışsaq böyük bir veriliş mövzusu olacaqdır. Kiberbullyingin çətin tərəflərindən biri də ondan ibarətdir ki, deyək, məktəbdə, sinif daxilində bullying olanda kimin tərəfindən törədilməsi, kimlər bunu həyata keçirdir, bullyingə səssiz qalanlar kimdir, onu izləmək olur, Elnur xanım. Amma kiberbullyingdə təəssüf olsun ki, bunu müəyyənləşdirmək çətin olur və kiberbullying yalnız müəyyən bir vaxt və yer çərçivəsində baş vermir. Bu davam edir, orada təəssüflər olsun ki, internet platformasında qalır və hətta bugün 10 yaşında kiberbullyingə məruz qalan uşaq 20 yaşında da bu internet platformasında qaldığına görə ondan rastlaşır. Bu baxımdan bu savadlığın artırılmasında, müəllimlərin hazırlanma prosesində, psixoloqların və uşaqlarla işləyən bütün hər kəsin hazırlıq prosesi yalnız bizim düşüncəmiz və bizim tərəfimizdən bilik və bacarıqlara yönəlməyib. Eyni zamanda da biz bundan doğru istifadə edərək kommunikasiyanın doğru ünsiyyət vasitələrinin qurulmasına nail olmaq istəyirik ki, təbii biz bunu tam aradan qaldırmalıyıq kimi bir deyək ki, qarşımıza çox strateji hədəf qoysaq, buna çox da nail ola bilməyəcək. Amma bunun dərəcəsini azaltmalıyıq və məhz maarifləndirməklə biz buna nail ola bilərik ki, insanlar anlasın ki, bunun nəticəsi nə ola bilər. Çünki uşaqların yaş qrupunda onların kifayət qədər təcrübəsi yoxdur. Əlbəttə ki. Həyat təcrübələri yoxdur. Onlar nəticələri ölçüb. Əslində uşaqlarla bağlı hər şey çox təbii gedir. Proses çox təbii gedir doğrudan. Yəni yaşlarını nəzərə alsaq, nə bilim bu işdə təcrübəsizliklərini nəzərə alsaq. Amma görürsüz düzgün istiqamət verəndə baxırsan ki, artıq yeniyetmə bir oğlandır və yaxud da qızdır, şagirddir, məktəbin yuxarı siniflərindədir. Amma hər şey o qədər düzgün istifadə edir. Hər şey o qədər gözəl izah edir. Bəli, bəli. Çünki rəqəmsal mühitin, süni intellektin verdiyi kifayət qədər çox imkanlar var və bu imkanların doğru istiqamətə yönəldilməsi də məhz bu savadlılığın bir istiqaməti olmalıdır. Çünki siz yaxşı bir müqayisə etdiniz, biz mütləq gedib kitabxanada oturmalıydıq ki, müəyyən
müəyyən bir mövzuları araşdıraq, Bəli. müxtəlif kitablar, müxtəlif müəlliflərin müxtəlif fikirlərini öyrənməliyik. Amma indi süni Vaxt çox intellektlə önəmlidir və Bəli. bugünkü dövrün vaxt itkisi, yəni çox böyük faciədir mən deyərdim. Məsəl üçün Bəli. mənim üçün vaxt çox önəmlidir. Çünki vaxt o qədər sürətlə gedir və bu vaxtı səmərəli, sərfəli istifadə etməyə, hələ bizim uşaqlarımız üçün. Bilirsiniz nə qədər startapçılarımız var bizim. Bəli. O qədər, yəni biz məsəl üçün verilişlər edirik, mövzular edirik, telefonla bağlantı edirik, video görünüşlü. Yəni gənc o qədər istedadlı, o qədər yəni qarşılarında məqsədləri daha düzgün, sağlam. Yəni onlar bu gün təkcə Azərbaycandan deyil, söhbət edəndə görürsən ki, onlar bu gün dünyadan danışırlar. Yəni bəlkə də Azərbaycanın sərhədini keçməyiblər, amma dünyanı o qədər gözəl izah edirlər, baş verən prosesləri o qədər gözəl izah edirlər. Fatma xanım, gəlin bu kiber risklərdə necə aşkarlanır? Bax bu kiber risklər necə aşkarlanır? Biraz onunla bağlı danışaq. Ümumiyyətlə kiber risklərin aşkarlanması prosesi bu sislə şəkildə davam eləyir. Yəni biz elə Günel xanımın da bildirdiyi kimi burada oyunlardan mən söhbət açmaq istərdim. Biz uşaqlar oyunlarda vaxt keçirdiyi zaman hansı şəxslə necə əlaqədə olduğunu bilmirlər və istəmədən fərdi məlumatlarını, foto və videolarını, sizin də bildiyiniz kimi valideynləri haqqında olan məlumatları da paylaşa bilərlər. Əlbəttə ki, burada artıq belə deyək, bu üzü sislə şəkildə getdiyi üçün geri dönüş olmayan yola gəlib çıxardır. Bəs məhz burada da kiberbullying başlayır. Biz məsələn elə Günel xanım da bildirdiyi kimi kiberbullyingdən danışsaq biz bunu bitirə bilmərik. Ancaq ki bunun yaranmasının qarşısını ala bilərik. Amma valideynlərə heç olmasa yəni tövsiyə səviyyəsində o çərçivədə yəni heç olmasa nələrsə deyək də. Əlbəttə, mən bir şey vurğulayım uşaqlarla bağlı. Biz elə bəzən bir deyim var, valideynlər deyir, uşaq da bilməz. Mən sizə inandırım, biz 3-cü siniflərə təlim keçirdiyimiz zaman 3-cü siniflər bizə deyirlər ki, phishing hücumu necə keçirilir? Phishing hücumu haqqında danışırlar bizə, manipulyasiyadan danışırlar. Sinif yoldaşını göstərirlər ki, mən ona phishing hücumu etdim. Bunu dərk eləmir ki, bu necə bir fəsada yol aça bilər, amma bunu eləyir. Təbii ki, biz də bu təlimlərimiz vasitəsilə biz bunu göstəririk. Həm bizdə valideyn 20-ci əsr məktəbi ilə biz tədbir keçdik, valideynlərə də biz maarifləndirmə tədbiri keçirmişik və valideyn nəzarəti funksiyası haqqında bir çox valideynin xəbəri olmur. Halbuki, yəni biz bu maarifləndirməni istəyir bizim sosial media hesablarımızda, istəyirsə də kütləvi informasiya vasitələrimizdə mütəmadi olaraq biz bu haqda maarifləndirici vizuallar paylaşırıq, tədbirlər keçiririk, layihələr həyata keçiririk. Ancaq yəni bunun qarşısını tamamilə Günel xanım bildirdiyi kimi tamamilə ala bilərikmi? Mən deyərdim ki, insan istəsə hər şey mümkündür, amma ki biz bunun belə deyək də müəyyən qədər qarşısını ala bilərik, müəyyən qədər bunu azalda bilərik və biz də elə elektron təhlükəsizlik xidməti olaraq həm bu maarifləndirmə tədbirlərimiz, həm də ki elə bildirdiyim kimi yayılması qadağan olan informasiya, bu resurslara çıxış var. Yəni bu resurslara olan çıxışı biz məhdudlaşdırırıq və bunun daha da yayılmasının qarşısını alırıq və artıq görürük ki, həqiqətən biz test prosesləri keçirdirik. Test prosesində məsələn daha öncə, daha gəlməmişdən qabaq təlimə uşaqların, istərsə də yeniyetmələrin, vətəndaşlarımızın olduğu məsələn vəziyyəti görürük ki, bu bilik səviyyəsi hansı dərəcədədir və daha sonra biz bunu təkrar etdikdə və bunun müsbətə doğru getdiyinin bir şahidi oluruq. Deməli, iki nüans var, mənim daha çox diqqətimi çəkən. Deməli, ən çox eşitdiyim birinci nüans, hansısa valideynlərdir indi, təbii ki, uşaqları müəyyən bir yəni yarışlarda iştirak edirlər, medallar qazanırlar, fənlər üzrə və s. Və telefon onun əlində çox olur. Valideynin də argumenti budur ki, o əlaçıdır, o qədər medal gətirir, indi telefonda oturmasın. Amma bu arxayınlıq hissini mən sevmirəm. Çünki o əlaçı uşağı heyif etmək üçün o qədər çalışan insanlar var. Doğrudur. Və ikinci bir nüans.
Bu günlərim artıq məktəblər verir özləri planşet uşaqlara və tələb edirlər ki, artıq bilirsiniz də bir çox özəl məktəblərdə var ki, birinci sinifdə uşaqlara biz özümüz planşeti verir məktəb, amma ikinci sinifdə siz artıq uşağa planşet almalısınız. Mən də izah edirəm ki, bu planşetlər o sizin bildiyiniz proqramlarla dolu deyil də, burada müəyyən bir çərçivə var. Sənin uşağın hansısa oyunu yükləyib bu planşeti o məktəbə apara bilməz. O planşetdə artıq təhsillə bağlı proqramlar var. Yəni orada yəni bu gün məktəb sizin uşağınıza planşet verirsə, təklif edirsə, o sizin uşağınızı qorumağı da bacarır. Bəli. Bunun üzərində iş görür. Düzdür. Bunu nəyə görə edir? Çünki qanun var, qayda var. Nə olsun ki, özəl məktəbdir. Düz demirəm mən? O qanunlara riayət etmək lazımdır. Dövlət məktəblərində də var. Əslində şagird davranış qaydalarından bilirik ki, şagird davranış qaydalarına görə telefonların, planşetlərin məktəbə gətirilməsi qadağandır. Amma gətirilirsə girişdə o xüsusi yerlər var. Həmin o telefonlar alınır. Məsələ yenə də deyirəm, ancaq o halda ki, çox yaxşı qeyd elədiniz, infrastrukturla bağlı qərarların verilməsi, icrası çox asandır. Çünki bu dövlət qurumudur. Dövlət o qaydalara əsasən bunu həyata keçirəcəkdir və artıq telefonların istifadəsi bir çox Avropa ölkələrində də məktəblərdə qəti qadağandır. Bəli, təhlükəsizlik baxımından valideynlər belə bir narahat məqamları var ki, biz uşaqlarımızla əlaqə saxlamaq istəyirik, aparıb gətirmək. O da dərs bitdikdən sonra onlar gedib o telefonlarını götürür. Və yaxud haşiyə çıxım, əgər dərs vaxtı hansısa mövzu məhz həmin o planşetlərdən və telefonlardan istifadə edilərək öyrəniləcəksə, o halda əvvəlcədən müəllim məlumatı verir və o istifadə olunur. Bu baxımdan sizin bayaq o suala istəyirəm mən də cavab verim. Çünki valideynlərə müraciət etmək imkanından həmişə maksimum istifadə etmək istəyirik. Yalnız xanım, hər şeyin başında uşağına doğru tanımaq durur. Çünki biz valideynlərlə görüş keçirəndə bizim psixoloqumuzun hazırladığı cəmi 5 sual var idi. Və o 5 sual heç biri akademik bilik tələb eləyən bir sual deyil idi. Yalnız orada sual var idi. Belə, çox sadə bir neçə misal gətirim. Uşağınızın ən sevdiyi rəng hansıdır? Uşağınızın ən yaxın dostu hansıdır? Hansısa bir hadisə baş verərsə uşağınız birinci kimə müraciət edir və valideynlər sonda, tədbirin sonunda bizə dedilər ki, biz sizə təşəkkür edirik. Biz 5 sualdan ikisinə cavab verə bilmədik, üçünə cavab verə bilmədik və bəzi valideynlərdir ki, bundan sonra mən uşağımı daha yaxşı tanımağa başlayacağım. Çünki ünsiyyət və kommunikasiya mütləq birinci ailədən başlamalıdır. Uşaq bilməlidir ki, onun o yaxşı misal çəkdinizdə, uğurları 700 bal yığsa da, yaxşı qiymətlər alanda da valideynlər onu təqdir edir. Amma hansısa bir uğursuzluğu olduğu halda da valideynlər ona doğru yolu göstərmək istiqamətində dəstək olur. Və bu kommunikasiya, ünsiyyəti biz düzəltsək, onu real həyatda da biz təhlükələrdən qoruya biləcəyik, virtual həyatda da təhlükələrdən qoruya biləcəyik. Bu bizim valideynlərimiz üçün əsas çağırışımızdır ki, uşaqlarla ünsiyyət qurun, danışın, müzakirə edin. O içəri girəndə biz adətən özümüzdə nə deyirik, nə yemək istəyirsən və s. nə hazırlayım, eyni zamanda gününün necə keçməsi ilə bağlı. Məktəbdə baş verən hansı hadisə bugün onu təəccübləndirdi, nə sevindirdi, nə onu kədərləndirdi. Ailə ünsiyyəti də bugün çox ciddi problemdir. Çox önəmlidir və bu elə emosional zəkanın inkişafı ailədən başlayır. Ailə ilə yanaşı, burada biz çox haqqında danışmırıq. İcmanın əhəmiyyəti burada çox önəmlidir. Ətrafın əhəmiyyəti önəmlidir. Bizim hər birimizin yekunda uşaqlara niyə həssas təbəqə, ən çox müdafiə ehtiyacı olan təbəqə olaraq vurğuluyuruq? Çünki biz gələcəyimizi formalaşdırırıq da, nə qədər doğru, yaxşı biz onları istiqamətləndirsək, təbii ki, gələcəyimizdə eyni nəticəni biz görəcəyik. Bilirsiniz, bu günləri biz ailə üzvlərimizlə bir masa ətrafında otururuq, telefon üçün darıxırıq. Bəli. Ünsiyyətdə oluruq, təbii ki, doğmalarıq da, hamımız bir-birimizi çox istəyirik, amma telefon üçün darıxırıq. Elə bil ki, yeməyi də tələsə-tələsə yeyirik, onu dinləməyi də tələsirik, onun sualına da tələsərək cavab veririk ki, bu proses bitsin, mən həmən telefonu əlimə alım. Yəni, biz bunu şəhərdə, maşallah, gözəl məkanlarımız var, gedib oturanda da görürük ki, bir qrup rəfiqələr, qızlar gəldi, amma
2-3 dəqiqə üst-üstə söhbət eləmirlər. Daha sonra hər kəs öz telefonunda. Yəni doğrudan da telefondan bax bu asılılıq, bu bağ. Biz telefonu kənara qoyun, əsla belə bir şey demirik. Heç qanunlarımız da, verilən sərəncamlar da bunu demir. Çünki bu qaçılmaz bir şeydir. Əksinə biz bununla elə çox gözəl işlər görə bilərik. Təhsildə də uğur qazana bilərik, nə bilim səhiyyədə də uğur qazana bilərik, hər bir şeydə. Bugün bizə də media işçiləri üçün də bu çox vacibdir. Telefonumuz əlimizdə olmalıdır, bizə də aiddir. Siz elə bilir ki, az jurnalist var ki, o telefonu lazımsız yerlərə istifadə edir. Yəni şərhlər yazmaqla, paylaşımlar etməklə düzgün deyil. Amma mən düşünürəm ki, bizdə Elm və Təhsil Nazirliyindən elə bir qonağımız olmuşdu, adını unutdum. Dedi ki, əslində süni intellekt nədir? İnsanın beynində olan neyronların cüzi bir hissəsidir. Sadəcə olaraq bilim adamları, elm adamları bunu biraz sürətləndirdilər və bugünkü dövrə gətirdilər də. Yəni mən düşünürəm ki, beynimizin məhsulu olan hər bir şeydən düzgün istifadə etməliyik və gəlin etiraf edək ki, bütün burada doğrudan da baxın, dövlət işlər görür, sərəncamlar verir, qanunlar çox gözəldir. Hətta uşaq haqqında qanunda bir müddəa var idi orada ki, siz artıq uşağa uşaq kimi deyil, fərd kimi yanaşmalısınız, şəxsiyyət kimi yanaşmalısınız. Yəni ki, o da Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyır, o da vətəndaşdır. Yəni evin fərdidir, cəmiyyətin bir üzvüdür və ona da elə yanaşmaq lazımdır. Qanunlar hər şey gözəldir, amma valideynlərin üzərinə daha sonra müəllimlərin, bax dediyimiz o üçbucaq yaranana qədər təbii ki, valideynin üzərinə çox böyük bir məsuliyyət düşür. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Təbii ki, mövzu şaxələnir. Adam istəyir danışsın, təkliflərini versin, bildiklərini bölüşsün. İnşallah növbəti efirlərimizdə sizinlə görüşmək